Mənim dostum yoxdur. Yəni həmkar dostum yoxdur. Uzaqdan uzağa salam sağ ol. Niyə? Siz mi onları yaxına buraxmırsınız, yoxsa onlar sizdən ehtiyat edirlər? Mən yaxınlaşmağı sevmirəm. Yəni rəfiqə anlayışı məndə yoxdur. 2 rəfiqəm var. Biri bacım, biri anam. Yəni ondan kənar hamısına əzizlərimdir. Sevirəm. Yaxşı günündə də, pis günündə də yanlarındayam. Amma məsafəli. Dediniz, uşaqlıqdan beləyəm. Ümumiyyətlə, uşaqlığınız necə keçib? Gəlin biraz mövzunu dəyişək də. Uşaqlığım möhtəşəm. Yəni siz də atanın, ananın şıltaq, dəcəl qızı olmusunuz. Ziyalı ailəsində böyümüşəm. Yəni atam, anam mənim üçün əvəz olmazdı bu bütün övladlar üçün. Allah bütün valideynlərə can sağlığı Onlar mənim üçün versin. daha fərqlidir. Çünki biz ata-ana anlayışı olmayıb bizdə. Dost olmuşuq. Yəni mən rahat-rahat fikrimi evdə izah eləyə bilirəm. Mən bunu istəyirəm, bunu sevmirəm. Bu mənə xoşdur, bu mənə xoş deyil. Deyirlər, qızlar atalarını daha çox istəyirlər. Elnarə xanım da bu mövzu necədir? O bir yerə qədər uşaqlıq dönəmində qızlar həmişə atanı sevirlər. Amma indi onlar mənim üçün ikisi də əvəz olunmazdı. Yəni ikisini də eyni sevirəm və ikisinin də varlığı mənim üçün hər şeydir. Elnarə xanım evdə necə xanımdır? Ev işləri ilə arası varmı? Əlbəttə. Yəni özünüz iş görürsünüz evdə. Təbii ki. Yemək pişirə bilirsiniz? Bəli. Ən çox, ən dadlı nəyi pişirirsiniz? Plov.